Salam hörmətli izləyicilər. Siz Lektor podkastına baxırsınız. Bugün universitet deyəndə ağla ilk gələn istiqamətlərdən biri olan tədrisdən danışacağıq. Studiyamızın qonağı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tədris İşlər üzrə prorektoru Rıza Məmmədovdur. Xoş gəlmisiniz Rıza müəllim. Xoş gördük. Dəvət üçün təşəkkür edirəm. Siz Tədris İşlər üzrə prorektor kimi öz fəaliyyət istiqamətlərinizi daha çox hansı istiqamətə yönəltmisiniz? Əsas planlarınız nələrdən ibarətdir? Təşəkkürlər. Ümumilikdə baxdığımızda bir universitet üçün tədris universitetin strategiyasının mərkəzində yer alır. Mənə görə tədris bir inzibati və idarəetmə fəaliyyəti deyil, ümumiyyətcə təhsilin keyfiyyətini təmin etmək üçün vacib bir strukturdur. Çünki universitetimizin və yaxud da ki, universitetlərin əsas fəaliyyəti bir biliyi formalaşdırmaq, biliyi yaymaq və cəmiyyət üçün faydalı modelə çevirməkdir. Bu üçlü formata baxdığımız zamanda da tədris bunun mərkəzində yer alır. Bu çərçivədə nəzərə aldığımızda tədris prorektoru olaraq əlbəttə ki, müəyyən olunmuş bir prioritetlər var. Bu prioritetlərdən ən birincisi də keyfiyyətli təhsil sisteminin, tədris sisteminin yaradılmasıdır. Buna ona görə sistem deyirəm ki, burada sadəcə proqram və yaxud da ki, müəllim və ya tələbə tərəfindən baxmaq demək deyil. Bunların hər birinə kompleks yanaşmağa ehtiyac var. Deyəlim ki, bugün düşünsək ki, yaxşı bir proqram formalaşdırsaq, amma müəllimin o proqramı təmin etmək üçün yetər qədər bilik və bacarığa sahib olmaması eyni zamanda da tədrisin keyfiyyətini formalaşdırmayacaq. Ona görə də əsas istiqamətimiz əlbəttə ki, birinci entuziyalara formalaşmadan real datalar əsasında əmək bazarının tələb etdiyi bacarıqlara uyğun məzmunu, kontenti yeniləməkdir. İkinci olaraq hər bir universitetin fəxrlə dediyi, onun dəyəri olan müəllimə sahib olmaqdır və müəllimin akademik pedaqoji inkişafını təmin etməkdir. Üçüncüsü də tələbələrimizin əmək bazarında layiqli yerini tutmasını təmin etməkdir. Keyfiyyətli tədrisdən, təhsildən danışdıq. Və universitetdə də əsas istiqamət tədris istiqamətidir. Ən böyük yük bu baxımdan tədris işlərinin üzərinə düşür və keyfiyyətli tədris həm yaxşı müəllim deməkdir, həm yaxşı laboratoriya deməkdir, həm inkişaf eləmiş müasir proqramlar deməkdir. Müasir bizim proqramlarımızın, hazırki proqramlarımızın, mövcud proqramlarımızın 10 il öncə ilə müqayisədə fərqi nədən ibarətdir və ümumiyyətlə nə olmalıdır ki, biz tələbələr üçün daha cəlbedici olaq universitet olaraq? Onun üçün mütləq surətdə biz tələb təklifə baxmalıyıq. Bizim üçün tələb təklif həm əmək bazarında var, həm universitet daxilində var. Yəni dönüb baxmalıyıq ki, tələbələrimiz nə tələb eləyir. Deyəlim ki, dünənə qədər tələb o idi ki, universitet bilik mənbəyidir. Kitabxanası ilə, auditoriyası ilə, müəllimi ilə. Ancaq bugün universitetlər artıq bilik mənbəyindən ziyadə biliyin dolu olduğu bir cəmiyyətdə düzgün biliyə çatmağı göstərməkdir. Nəticə etibarilə bacarıqlara gəldik yenə. Bəli, yəni nəticə etibarilə əvvəllər hər hansı bir məlumata çatmaq üçün biz bir araşdırma edirdik. İndi məlumatlar içində doğrusunu tapmaq üçün araşdırma edirik. O səbəbdən də universitetin dediyimiz müasir dövrün tələblərinə cavab vermək üçün bu deməkdir ki, innovativ yanaşmaları da tətbiq etməlidir və tədqiqat əsaslı formalaşmalıdır. Yəni müasir dövrün tələbləri nədir universitetdən desək, konkret öyrənməyi öyrətməkdir. Yəni məlumatlarla dolu olan bir məkanda o məlumatlardan necə istifadə eləməyi öyrədirsiniz bir növ. Uzun müddət təhsilin idarə edilməsi sahəsində çalışan bir mütəxəssis kimi necə düşünürsünüz? Müasir universitetlər üçün hansı daha önəmlidir? Müəllimlərin inkişafı, tələbələrin təcrübəsi, yoxsa proqramların yenilənməsi məsələsi? Tədris məsələsi burada ortaya çıxır ki, bu kompleks bir yanaşmadır və universitetdə artıq bir ekosistem olaraq qəbul olunur. O səbəbdən də biz bunlardan hansı daha üstündür deyə bilmərik. Amma əlbəttə ki, sıralamaya qoymalıyıq.
mütləq surətdə birinci sırada proqram gəlir. Ona görə ki, proqramın yeni olması, müasir tələblərə cavab verməsi üçün cavab verməsi eyni zamanda da müəllimlərin özlərində inkişaf etməsinə səbəb olacaqdır. Və bu deməkdir ki, biz birinci proqramı yeniləməyə başlasaq, eyni zamanda müəllim üçün də ehtiyacı da təmin etmiş olacaq və müəllimin də bilik və bacarığını artmasını təmin edəcəyik. Üçüncü olaraq da proqram yeni olsa, əmək bazarının tələblərinə cavab versə və tələbələrimiz bu gün artıq yerli əmək bazarı yox, beynəlxalq əmək bazarında tələblərini bildikləri və ona cavab vermək istədikləri üçün qlobal çağırışlara uyğun olduğu üçün və tələbələrin də öyrənmə motivasiyası artacaqdır. Təşəkkürlər. Bir çox universitetlərdə tədris proqramlarının yenilənməsi məsələsi gündəmdədir və bizdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində proqramların yenilənməsi nə qədər müddətdən bir baş verir ki, o beynəlxalq standartlarla uyğunlaşa bilək? Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xüsusilə də beynəlmiləşmə strategiyasında da tədris xüsusi rol oynayır. Bildiyiniz kimi ikili diplom proqramları çoxdur və həm bakalavr səviyyəsində, həm magistr səviyyəsində və yetəri qədər də tələbələr təhsil alır və bu durmadan da artır fərqli ölkələrlə ki, buna qonşu Türkiyə də daxildir və yaxud da ki, uzaq şərq ölkəsi Cənubi Koreya da daxildir. Bu kimi proqramlar üzərində iş gedir və yaxın vaxtlarda böyük ehtimal ki, ikili diplomlar da olacaqdır. Bu ikili diplomlar çərçivəsində baxdığımız zaman proqramların yenilənməsi iki istiqamət üzrə olur. Yəni qısa dönəmli və yaxud da ki, çevik, ikincisi fundamental yeniləmələr olur. Çünki proqramlar heç vaxt statik ola bilməz. Tələblər dəyişilir, texnologiya yenilənir, cəmiyyətin yanaşma forması dəyişir. Ona görə də proqram yeniləmələri əgər biz çevik formada baxdığımız zaman bu adətən 1 və ya 2 il ərzində hər 1 və ya 2 ildə olur. Burada da nədir? Yəni ölkənin də qanunvericiliyinə baxdığımızda da onsuz da tədris standartlarında, tədris planlarımıza uyğun olaraq bizim müəyyən bir qism fənlərimizin, yəni məzmun yeniləmək imkanımız var. Bütün universitetlərin var və biz bu çevik yeniləməyi o fənlər üzərindən eləyirik ki, əmək bazarının tələblərinə uyğun kadr yetişdirə bilək. Fundamental yeniləməyə gəldikdə isə bu əlbəttə ki, bir universitet çərçivəsində yox, ölkə səviyyəsində olur və bu zaman deyəlim ki, yeni ixtisaslar tələb olunur əmək bazarı tərəfindən və yaxud da ki, bəzi ixtisasların yanaşması tamamilə fərqləşir, yəni kontent tamamilə yenilənməlidir. Bu zaman standart yenilənir və bu da 5 ildən bir olması məqsədə uyğundur və Azərbaycanda da 5 ildən bir olur. Yəni demək olar ki, biz də universitet olaraq 5 ildən bir bu prosesdə yer alırıq. Hətta sevindirici haldır ki, bu il artıq 25-26-cı tədris ilində magistr standartları yeniləndi, proqram yeniləndi. Və biz də onu yenilədik və bu yeniləmədə də hətta universitetlərə yetəri qədər sərbəstlik verildi, özləri daha çox fən müəyyənləşdirə bildi və biz də ona uyğun olaraq əmək bazarının tələblərinə, yəni iş dünyasından olan tələblərə baxdıq, professor müəllim heyətindən gələn sorğular nəticəsinə baxdıq və təbii ki də tələbələrimizin istəkləri diqqətə alındı və biz orada bir yeniləməyə getdik magistr səviyyəsində ixtisaslaşmalarda. Və düşünürəm ki, bu yeniləmə hətta dayanmamalıdır. Əlbəttə ki, bir ildən bir biz yenə məzmunda qısa bir dəyişikliyə etməliyik. Çünki əmək bazarının tələbləri dəyişir. Necə dəyişir? Deyəm ki, bugün kimya mühəndisliyi artıq biotexnologiya ilə kəsişir və yaxud da ki, neft-qaz mühəndisliyi oxuyanlar artıq süni intellekti də bilməlidirlər, logistikanı da bilməlidirlər. Yəni elmdə inkişaf olduqca əlbəttə ki, tədrisdə bütün fakültələrin, bəzən adları belə yenilənir fakültələrin. Çünki hansısa bir ad trenddən düşür, müasir əmək bazarında o terminologiya belə artıq istifadə olunmamağa başlayır bəzən. Eyni şəkildə, yəni içində fənni dəyişdirsəz, proqramı dəyişdirsəz belə ixtisasın adı müasir və trendə uyğun deyilsə, ona da tələb azalır hətta. Son illərdə tələbə mərkəzli universitet anlayışı çox müzakirə olunur. Bir sözlə deyə bilərik ki, dəbdədir. Ümumiyyətlə, tələbə mərkəzli universitet modeli ilə müəllim mərkəzli universitet modeli arasındakı fərq nədən ibarətdir və nəyə görə müasir dövrdə məhz tələbə mərkəzli universitet anlayışına daha çox üstünlük verilir? Çox yaxşı sualdır. Düşünürəm ki, bu sualı sadəcə bizi izləyən müəllimlər və yaxud da ki, cəmiyyət üzvləri yox, tələbələr də yaxşı bu tələbə mərkəzli anlayışını qəbul etməlidir. Əslində bu bir fəlsəfədir, amma eyni zamanda bir pedaqoji yanaşmadır.
Yəni pedaqoji yanaşma nə deməkdir? Bu təhsilin və yaxud da cəmiyyətin təhsildən gözləntisinin dəyişməsi ilə formalaşan bir ifadədir. Müəllim mərkəzli təhsil. Yəni müəllim auditoriyaya girir, məlumatı ötürür, tələbə də məlumatı qəbul edir. Bu müəllim mərkəzli təhsildir. İnformasiya mübadiləsinə əsaslanan bir yanaşma. Tələbə mərkəzli isə müəllim mərkəzdən fərqi odur ki, artıq auditoriya mühazirə saatlarının daha çox olduğu yox, bir-birləri ilə, yəni tələbə və müəllim arasında müzakirələrin apardığı bir mühit deməkdir. Tələbələrin fərdi yanaşılması deməkdir. Yəni düşünün bizdə bir qrupda riyaziyyat fənni keçirik. Elə tələbə var ki, bunu tez mənimsəyir, elə tələbə var ki, mənimsəməsi biraz vaxt alır. Bu tələbə mərkəzli yanaşmada biz fərdi yanaşmanı tətbiq edə bilirik. Və eyni şəkildə bu sualı veririk əslində. Bu gün müəllim bizə nə öyrətdi yox, bu gün tələbə nə öyrəndi və necə öyrəndi. Tələbə mərkəzli bu deməkdir əslində. Yoxsa tələbə mərkəzli bəzən hakimiyyəti kimi qəbul olunur, çox vaxt bəzən fərqli qəbul olunur. Tələbə mərkəzlidə əslində tələbənin suallara yönəltmə bacarığı, tələbənin özünə inamını artırma imkanların yaradılması deməkdir. Çünki yəni yenə də müəllim mərkəzli ilə tələbə mərkəzlini qarşılaşdırdıqda, yəni müəllim mərkəzlidə biz müəllim məlumatı verdi, tələbə qəbul etdi və bitdi. Amma tələbə mərkəzlidə müəllim tələbəyə real bir case üzərindən nəzəriyyəni və praktikanı birləşdirmə imkanı tətbiq eləyir. Və tələbə də o formada qəbul eləyir və öz düşüncələrini ifadə etmə imkanı əldə eləyir. Yəni müəllim tələbələri bir növ iştirakçıya çevirir, prosesə cəlb eləyərək. Bəli, tamamilə. Eyni zamanda müasir təhsildə biz deyə bilərikmi, ənənəvi mühazirə və seminar anlayışları artıq aradan qalxıb? Qismən qalxıb, tam deyə bilmərik. Çünki nəticə itibarilə artıq belə deyək, texnologiyanın inkişafı və yaxud da ki, bu gün süni intellektin varlığı müəllimin vəzifəsini və səlahiyyətini azaltmır, daha da mürəkkəbləşdirir. Yəni müəllimi daha mentor olaraq rol oynamasını tələb eləyir. Müəllim bir növ təlimçidir artıq. Bəli, konkret tələbənin belə deyək, tənqidi düşüncəsinin formalaşmasını təmin eləyir və eyni zamanda da akademik dürüstlüyü necə təmin edəcəyik deyə bir məsuliyyət yükləyir. Bacarıqları idarə etməni öyrətməlidir müəllim. Əslində müasir dövrdə müəllimin rəqibi, bəlkə də düşməni deyə bilərik ki, müasir texnologiya ola bilər, tələbələrin gözündən baxsaq süni intellekt ola bilər. Çünki müəllimin verdiyi informasiya tələbənin bilmədiyi bir informasiya olmalıdır ki, həqiqətən tələbənin o belə deyək, informasiya aclığını doyura bilsin və onun təhsil prosesinə maraq göstərməyini təmin edə bilsin. Bəli, o forması da var. Bir də digər tərəfdən var ki, əslində süni intellekt müəllimin işini biraz da artırır ki, ona görə artırır ki, və dediyiniz kimi o informasiya bolluğunda müəllim hansı informasiyanın düzgün olduğu və tələbənin informasiyaya hazır halda almağı yerinə tənqidi təfəkkürlə onu mənimsəməsini öyrətməlidir. Bəli, yəni burada artıq müəllimin önəmi ortaya çıxır. Müəllimlərin peşəkar inkişafı universitetin tədris keyfiyyətinə necə təsir edir? Universitetin dəyəri bərabərdir müəllimə. Yəni müəllimi nə qədər güclüdürsə, müəllimi nə qədər sahəyə hakimdirsə, universitetdə bir o qədər güclüdür. Birinci növbədə müəllimlər mütləq surətdə elmi inkişaflarını təmin etməlidir. Yəni bir professor müəllim heyətinə universitetdə eyni zamanda tədqiqatla məşğul olur, beynəlmiləşməni təmin edə bilir. Tədris prosesində də elmin inteqrasiyası vacib məsələdir. Çünki tədqiqatlar tədrisə inteqrasiya olunmadığı zaman tələbələrin verdiyimiz materiallar və ya informasiyalar onsuz da aktuallığını itirir. Aha. O səbəbdən də müəllimin inkişafı, xüsusilə elmi tədqiqat bacarığının inkişafı tədris üçün çox vacibdir. Yaxşı alim, yaxşı pedaqoq demək deyil. İkincisi, müəllimin pedaqoji bacarığıdır ki, müəllim biliyi necə ötürə bilir, necə yönləndirə bilir informasiyanı. Yəni müəllimin, yaxşı müəllim dediyimiz pedaqoq olaraq da
bacarıqların formalaşdırılması universitet üçün vacibdir. Üçüncüsü bəlkə də müasir dövrün ən vaciblərindən biri professor müəllim heyətinin sənaye ilə əlaqəsi olmasıdır. Biz bilik ötürürük tələbəyə və yaxud da ki, bir şəkildə biliyini qiymətləndiririk. Amma sənayədə real nə olursa onu bilmiriksə, biz tələbənin yetər qədər bilik və bacarığından məzun edib əmək bazarına ötürə bilməyəcəyik. Ona görə də bizim üçün bir müəllimin həm elmi, həm pedaqoji, həm də sənaye bilik və bacarıqlarının tam olması arzu olunandır. Belə olanda müəllim də real кейslər üzərindən tələbələrə nümunələr verə bilir və prosesi əyani şəkildə göstərə bilir. Hazırda Azərbaycan Dövlət Nəfəs Sənaye Universiteti tədqiqat universiteti olmağa doğru gedir və bizim bir çox müəllimlərimiz həm tədqiqatçı müəllim kimi fəaliyyət göstərirlər, sizin dediyiniz kimi, həm də pedaqoji fəaliyyətlə məşğuldurlar. Doğrudan da maraqlıdır, bu tələbələrin elmə baxışına necə təsir edir? Çünki bizim tələbələrimiz arasından gələcəyin müəllimləri çıxacaq, pedaqoqları və elm adamları çıxacaq və onlar görəndə ki, müəllimin də backgroundunda, onun da fəaliyyətində elm önəmli yer tutur. Bu onlara da müəyyən mənada motivasiya verir yəqin ki. Əlbəttə ki, motivasiya verir. Birinci növbədə ona görə motivasiya verir ki, bayaq danışdığımız mövzuda və sizin vurğuladığınız kimi tədqiqatla məşğul olursa, avtomatik olaraq ən azından universitetdən kənar sənayedəki real кейsləri, real problemləri görə bilir. Və biz yəni universitet olaraq da tədqiqat universiteti formalaşdırma prosesində də elə hədəflərdən biri də odur ki, istər magistrlarımızın dissertasiya tədqiqat işləri, istər doktorantlarımızın, hətta bakalavrda buraxılış işləri ki, onlar da tədqiqatla qismi olaraq məşğul olurlar, onların tədqiqat işləri real кейslər olsun və sənayədən gəlsin. Bizdə əgər tədqiqatçı müəllim sayı artdıqca bu o deməkdir ki, biz abstrakt əsaslı nəzəriyyəli tədqiqatları yox, sənayədən gələn real кейslər üzərindən quracağıq. Çünki universitetimizin tədqiqat universiteti olmaq üçün strategiyalarının hədəfindən də biri odur ki, eksperimental və tətbiqi tədqiqatları üstünlük verməkdir. Bu nə deməkdir? Onların fərqi? Bu o deməkdir ki, eksperimental tədqiqatlar artıq konkret bir кейsi götürüb, həll edib nəticəsini tətbiq etməyə imkan yaratmaqdır. Tətbiqi xarakterli isə yeni bir modelini ortaya qoya bilməsidir. Tələbələrin tədqiqatçı müəllimlərin olduğu mühitdə təhsil almağı da onların dünya görüşünə birbaşa təsir edir. Yəni onların o şəbəkələşdiyi mühitdə məişət mövzuları yox, elmi məsələlər müzakirə olunur və bir növ o mətbəxdə pişdikləri üçün özləri də artıq gələcəkdə yaxşı mütəxəssislər kimi öz töhfələrini verə bilirlər. Əlbəttə, tamamilə razıyam. Davamlı şəkildə dəyişən trendləri, texnologiyanın inkişafını, proqramların yenilənməsinə olan tələbatları və s. nəzərə alsaq, necə düşünürsünüz? Gələcəyin universiteti ümumiyyətlə necə olacaq? Əsas maraqlar, istiqamətlər və tələblər nədən ibarət olacaq? Ümumi yanaşaq, sonra spesifik gələ bilərik. Yəni universitetlərin inkişaf tarixinə baxdıqda 4 nəslə bölünür. Yəni birinci nəsil dediyimiz klassik universitetlər olubdur, daha çox fəlsəfə əsasda. Sonra Alman universitetlərinin qurulması ilə ikinci nəsil universitetlər baxışlayır və burada artıq spesifik sahələr formalaşır, ixtisaslar formalaşır. Üçüncü nəsildə xüsusilə də Amerikan universitetlərinin ilkin addımları ilə tədqiqat universitetləri meydana gəlir. Bu gün dünyada 4-cü nəsil universiteti var ki, bunlar sahibkar universitetlərdir. Bizim bugün danışdığımız tədqiqat universiteti əslində bir miks universitetdir. Tədqiqat və sahibkar universitetinin birgəsidir. Azərbaycan Dövlət Nəfs Sənaye Universiteti də yəni bu istiqamətdə hədəfi var ki, dəyər yarada bilsin. Və bu dəyəri də iqtisadi varlığa çevirə bilsin. Baxdığımız zaman, xaricə baxdığımız zaman universitetlərin çoxu eyni zamanda startup mərkəzləridir, beyin mərkəzləridir. Və bizim düşündüyümüz bu proqram yeniləmələri əslində tədris sadəcə dərsə gəlib getsinlər, auditoriyaya girsinlər kimi və yaxud da ki, elmi ancaq tədqiqatla məşğul olsunlar kimi düşünmürük. Bu inteqrasiya olunmalıdır, bircə aparılmalıdır. Yəni ki, laboratoriyada həm tədqiqat, həm tədris eyni vaxtda aparılmalıdır və oradan çıxan nəticə sabah bir dəyər formalaşdırıb iqtisadi varlığa çevrilə bilsin. Yəni bu o deməkdir ki, biz məzmun yenilənməyinə və yaxud da ikili diplomlarla eyni zamanda tələbələrimizin bir sahibkar olma,
bir startap layihəsinə sahib olma, bir iqtisadi dəyər yarada bilmə potensialını ortaya çıxartmaq istəyirik. Bununla əlaqəli müvafiq olaraq ikili diplomlar xüsusilə də müasir dövrün tələblərinə uyğun olaraq kompüter elmlərində müzakirələri gedir. Cənubi Koreya ilə var, Türkiyə ilə var, Qazaxıstan, Özbəkistanla birgə ikili diplom proqramları müzakirəsi gedir. Ki bu yeni proqramlarımız yoldadır. Bəli, hətta mümkün qədər çalışırıq ki, ixtisas sayıları artmaq yerinə mövcud ixtisaslarımızda tələbələrimizin və yaxud da ki, cəmiyyətdə ki, gələcəklər bizə tələb edəcəklər, abituriyentlər belə desək, onları eyni ixtisasın fərqli modellərini təqdim edə bilək. Bəli. Deyəlim, sabah qrupları. Bu ayrı bir premium məhsul kimi. Və yaxud da ki, eyni ixtisas var ki, bizdə həm UFAZ-da var, həm burada var, həm sabahda var. Və bu yanaşmalar da tələbələrimizə daha çox seçim edə bilmə imkanı verəcəkdir. Yanaşması fərqləşəcəkdir. Əmək bazarına o ixtisasın sahibi mühəndis kimi çıxmaq istəyir, yoxsa o sahədə bir şirkət qurub mühəndisləri çalışdıra biləcək bir şəxs kimi çıxmaq istəyir. Bu imkanları vermək istəyirik. Bakalavr səviyyəsindən etibarən tələbənin öz yolunu tapmağına universitet bir növ xidmət edir. Həm startap yaratmaq imkanı, sahibkar olmaq istəyən sahibkar olsun. Həm tədqiqatla məşğul olmaq istəyən artıq magistratura səviyyəsindən etibarən onun təməlini qoya bilir. Bununla bağlı universitet müəyyən mənada onları istiqamətləndirir, təcrübə proqramları və s. Yəni bir növ tələbə üçün meydandır universitet. Və hətta eyni şəkildə magistrda da tədqiqat yönümlü əgər düşünürsə, gələcəkdə doktorantura da imkanı açır universitet onu. Ki, yəni Azərbaycan Dövlət Neft Sənaye Universiteti bu doktorantların hətta müəyyən bir semestrlik, bir illik belə xaricdə gedib tədqiqat aparmaq üçün də maliyyələşdirmə mexanizmi də var ki, onlar bu sahədə kadr olsunlar, sabah universitetimizə gəlib, onlar da auditoriyaya daxil olsunlar, tədqiqat aparsınlar, tələbələrlə işləsinlər. İkili diplom proqramlarından danışdıq. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bütün təhsil pillələrində ikili diplom proqramları təklif eləyir. Doktorantura səviyyəsində də mübadilə var, bakalavr və magistratura səviyyəsində də var. Warwick Universiteti ilə, Strasburg Universiteti ilə və s. İkili diplom proqramlarının qurulması və bu prosesin aparılması həm tədris baxımından, həm idarəetmə baxımından çox böyük əmək tələb edən bir işdir. Və bəs bunun nəticəsi nədir? Yəni nəyə görə ikili diplom proqramları müasir universitetlər üçün lazımdır və nə qazandırır tələbələrə? Ən böyük üstünlükləri nələrdən ibarətdir? Universitet olaraq baxdıqda birinci növbədə rəqabət qabiliyyətini qazandırır universitetlər. Çünki yəni bu gün artıq universitetlər qapalı bir sistem deyillər, açıq bir sistemdirlər. Hətta ölkə daxilində yox, beynəlxalq arenada rəqabət aparırlar. Çünki müasir dövrdə tələbələr, yəni bir regiondakı yaşayan bir şəxs belə istənilən ölkənin istənilən universitetində oxuma imkanı əldə edə bilir. Yəni müvafiq şərtləri yerinə gətirərək. Bu demək ki, yəni bu gün Azərbaycan Dövlət Neft Sənaye Universiteti Amerikada və Yaponiyadakı universitetlə də rəqabət aparır. İkili diplomlar o tələbələrə, yəni universitet tərəfindən baxdıqda Yaponiyaya getməyə ehtiyac yoxdur, Amerikaya və yaxud da ki, hal-hazırda baxdığımızda İngiltərəyə, Warwickə və yaxud da ki, Fransaya, Strasburqa getməyə ehtiyac yoxdur. Azərbaycan Dövlət Neft Sənaye Universitetinə gəlsəz, biz sizə o ikili diplomu təmin etmiş olacağıq. Ödənişsiz. Hətta təqaüd də var. Bu cəhətdən universitet rəqabət qabiliyyət əldə edir. Tələbə tərəfindən baxdığımızda isə 2 diplom əldə edir və proqram tamamilə beynəlxalq standartdadır, Avropa standartındadır və yaxud da İngiltərə standartındadır. Bu deməkdir ki, əmək bazarına çıxdıqda rəqabət etmə imkanı daha yaxşıdır və 1-0 qabaqda da başlaya bilir hətta. Cəmiyyət tərəfindən baxdığımızda isə ümumilikdə ölkədə insan kapitalının potensialı yüksəlir. Tərəfdaş universitetlərin timsalında biz onların da təcrübəsindən faydalanmış oluruq. Eyni zamanda ikili diplom proqramlarının onların icrası zamanı əsas məsələlərdən də biri odur ki, beynəlxalq standartlara artıq bizim cavab verməmək kimi bir şansımız yoxdur. Çünki tərəfdaş universitetlər də kifayət qədər yüksək səviyyəli universitetlərdir və onların da bir standartı var, bizim də müəyyən standartlarımız var və bunlar bir-birinə uyğun gəlməlidir. Əlbəttə ki, hətta dediyiniz kimi, yəni bəzən elə olur ki, baxırıq bəzi ID qruplar deyəlim, ikili diplom olmayan ixtisas var, eyni zamanda iki ixtisas var.
İkilik diplom ixtisasındakı olanın məzmununun biz adi qruplara gətirmə ehtiyacını da duyuruq və beləliklə bizim bir diplomlu ixtisaslarımızın da potensialını artırmış oluruq. Keyfiyyət getdikcə də yüksəlir və məzunların da əmək bazarında bir qədər rəqabətdə şansı artır. Çünki 4 il ərzində 2 diplom əldə edir. 2 il ərzində 2 diplom əldə edir və s. Son olaraq bugünkü lektorumuz kimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinə, tələbəsi olmaq istəyən gənclərə və tədqiqatçılara, bizi izləyənlərə məsləhətiniz nədən ibarətdir? Birinci növbədə İstər tələbələrimiz olsun, istər tələbələrimiz olmaq istəyənlər olsun, hər ikisinə məsləhət görərdim ki, maraqlarını itirməsinlər, özlərində hər zaman bir maraq oyatsınlar. Çünki yaxşı alim, yaxşı mühəndis və yaxud da ki, cəmiyyətdə belə deyək, tanınmış və ya yaxşı sahəsi mütəxəssis olan şəxslər sual verməyi yaxşı bacaran insanlardır. Ona görə maraqlarını öldürməməlidirlər, sual verməyi bilməlidirlər və həvəsdən düşməməlidirlər. İkinci olaraq mütləq surətdə özünə inamları olmalıdır. Və bu özünə inam nə deməkdir? Yəni həyatın əmək bazarına gedən bir istiqamətdə universitet onlar üçün gələcəyini qurma mərkəzləridir. Onlar sadəcə burada təhsil almırlar. Eyni zamanda gələcəklərini qururlar. Uzun müddətdə plan formalaşdıra bilirlər. O müddət ərzində səhv edə bilərlər. Yəni kəsirlər də ola bilər, bəzən akademik məzuniyyətə çıxıb ayrılıb gələ də bilərlər. Bunlar onlar üçün bir növ öyrənmə imkanlarıdır. Bəzən mən bunu ifadə edirəm ki, bizim ən çox əldə etdiyimiz uğur və ya nailiyyətlər ən çox çətinliyə düşdüyümüz dövrlərdə olur. Yəni çalışsınlar ki, o çətinlikləri universitetdə yaşasınlar ki, əmək bazarına getdikdə daha uğurlu olsunlar. Bu nə deməkdir? Sadəcə auditoriyaya girməsinlər, sadəcə 90 dəqiqə dinləmək üçün gəlməsinlər. Tələbənin universitetin könüllü fəaliyyətlərində iştirak eləsinlər. Bir çox layihələrdə olsunlar. Ola bilər ki, o layihələr uğursuz ola bilər, amma dayanmasınlar, yenə davam etsinlər. Azərbaycan Dövlət Neft Sənaye Universiteti olaraq bir çox imkanları ona təqdim edirik. Sadəcə deyəlim ki, bugün ingilis dilində və yaxud da ki, Azərbaycan dilində ixtisaslar və ya proqramlar yox, eyni zamanda müvafiq klublarımız var, kiber təhlükəsizlik klublarımız var və s. və başqa bunlarda iştirak etsinlər. Bugün universitetimiz bir çox beynəlxalq layihələrdə iştirak etmək üçün onlara dəstək verir. Bu layihələrdə iştirak etməyə çalışsınlar. Yəni, düşünürəm ki, bir şəxs əgər universitetdə, yəni artıq 18 yaşından sonra 22 yaşına, 25 yaşına qədər bir dövrdə universitetdə keçirsə, bilsin ki, o dövr çox sürətli keçəcək. Geriyə baxdıqda düşündüyü il qədər olmayacaq. Bəlkə də bir 5 ilin, 4 ilin keçdi, amma ona 1 il kimi gələcək, bir neçə ay kimi gələcək. Maksimum faydalanmağa çalışsın. Bir növ bu 4 il ərzində artıq özünü yetişdirməlidir ki, gələcəyə də sağlam addımlarla üst tuta bilsin. Mütləq surətdə. Çox sağ olun, iştirakınıza görə təşəkkür edirik. Mən təşəkkür edirəm, sağ olun. Bugünkü buraxılışımız bir daha göstərdi ki, universitet yalnız diplom verən bir qurum deyil, düşüncə formalaşdıran, bilik yaradan, cəmiyyətin inkişafına töhfə verən, insan kapitalı ərsəyə gətirən bir müəssisədir. Növbəti buraxılışlarda görüşənədək hələlik.